Bismillahirrahmanirrahim. Mehriban bağışlayan Allah'ın adıyla yadıyla. Mən xərabat-ı əzəldən məst və heyran gəlmişəm. Eşq ilə yekrəng olub şad və xəndan gəlmişəm. Saqiya inni ənəlləh cürəsindən ta əbəd məst və məstan xəlvətindən məst və xəndan gəlmişəm. Haq durur qovlu ənəl-həq dəvisi Həqqa ki mən Şah-ı Sultan məclisindən Şah-ı Sultan gəlmişəm. Yaxmışam, yandırmışam, kül qılmışam zərratımı, lacərəm küllü kül olub məhrəm can gəlmişəm. Mövc ilə, eşq ilə canım durlu nur saçar. Bu kəransız eşq ilə dəryayı umman gəlmişəm. Tair-i qudsi deyən ruhul əmindir məntiqim. 18.000 aləmin sırrına pünhan gəlmişəm. Məqsəd-i kövn-ü məkan sənsən Nəsimi. Çün bugün nə əcəb gər deyərsəm mən sırrı sübhan gəlmişəm. Nəsimi ilə başlayıb bütün izləyicilərə salam deyirəm. Mevlana'nı bir baxışıq 9-cu hissəsini başlayırıq. Keçmiş danışıqda 6-cı dəftərin başlanışından bağlı bura yetişdik ki, Mevlana dedi ki, eşq ra ba 56 kar nist, məqsəd o cüz ki cəzb yar nist. Dedik ki, sevgi cəhətsizdir, amacı da məşuqa çatmaqdır. Keçək Əngurəvi Məsnəvinin türk şərh eləyənlərin birisi eşqi burada aşıq mənasında bilib. Hər halda beytlər belə gəlir. Bu ki fîmâ bə'd dəsturi rəsəd, razهای گفتنی گفته şəvəd. Ola bilsin, bundan bu yana dəstur gələ, deyilməyən sırrılar da dilə gəlsin. Fuzuli demişkən, təhəyyür qoymadı çıxsın qəmin, şərhi zəbanımdan, necə bir söz sənə zahir edim razı nəhanımdan. Ustad Abbasi də burada buyurublar ki, bəlkə də haqq istədi ol bəxtəvər, qələmə alsın, deyilməz nüştələr. Əflaki deyir, Mevlana'dan soruşdular, Məsnəvinin hansı dəftəri üstündür? Dedi, ikinci birincidən, üçüncü ikincidən, dördüncü üçüncüdən, beşinci dördüncüdən, altıncı da beşincidən üstündür. Eyni göylər kimi. Burada bəxtəvər kələməsi barəsində bir qıssa danışmalıyıq. Bəzilərinin etiqadı budur ki, bu fars kələməsində bəxtidən eyni rahvər kimin bəxtvər kələməsidir. Amma belə olmayacaq. Niyə ki, türklərin bir böyük arzusu, duası bu idi ki, birinə arzu eləyidilər ki, bəxtəvər olasan. Bəxtəvər, yəni baxda var. Baxda, yəni bağda var. Yəni bağda bar. Yəni bağda bar olasan. O ki, payızın, qışın çətinliyindən çıxıb yaza gəlib, bağa gələsən, bağda meyvə olasan, bar olasan, birinə arzu eləmək türklərin ədəbiyyatında bir böyük bir dua idi, bir uğurluq idi, bir kutluluq idi, xoşbaxtlıq idi. با بیانی که بود نزدیکتر زین کنایات دقیق مستتر. O dəstur ki, yuxarıdan, yuxarı aləmdən gəlsə, açıq, aydın, dəqiq biz sırları sizinlə ortalığa qoyacağıq, danışacağıq. Ta məclisə təzə gələnlər, təzə qatılanlar da bunu düşünsünlər. Ayrı bir donda ki, açsın sandığı, aləmə yaysın, dağıtsın pambığı. Raz cüz ba razdan enbaz نیست, raz əndər gӯş münker raz نیست. Sırrı sırdaşlarla paylaşmaq olar. Münkür adamlar hər şeyi danarlar. Nə sırrı ortalığa qoymaq olar onlarla. Onlarla desən də lağa qoyarlar. Mənasız söz bilərlər. Sır bilənlərlə olubdur
sır hamaş, bulayar sır qanmayan əsrara baş. لیک دعوت وارد است از کردگار با قبول و ناقبول او را چه کار. Allah tərəfindən bu dəvət variddir, gəlməlidir. Nuh surəsində 54-cü ayəsinin anlamıdır. Qul ətiyullah və ətiyur rəsul. Mənim peyğəmbərim, decinən, Allahdan, peyğəmbərdən itaət edin, boyun əyin. Fəin təvəllu, əgər siz boyun əyməsəz, boyun çöndərsəz, fəinnəmə əleyhə mə hummilə. O, özünüz bilirsiniz, öz boynunuza düşən bu işdir. Və əleykum mə hummiltum. O, peyğəmbərin öz işidir. Və bu da sizin öz işinizdir. Burada zor yox. En tətiuhu təhtədu. Əgər boyun əysəz, doğru yola gəlibsiz, hidayət olun. Mə alər rəsul illəl bəlağul mubin. Peyğəmbərə təhcə düşən odur ki, bir mübəlliğ ola və açıq, aydın bir sizə xəbər çatdıra. İstəyib haqq dəvətə olsun o qul, istər el dansın, ya etsin qəbul. Nuh 900 sal dəvət mi nümud, dəmbədən bər inkar qovməş mi fuzud. Bilirik ki, Nuh Peyğəmbər 900 il, bəlkə də çox qovmunu düz yola yönəldirdi. Amma qovmu təhcə görən işi bu idi ki, Nuh'u münkir olurdular. Ənkəbut surəsində 14-cü ayədə belə gəlir. Ləqəd ərsəlnə Nuhən ilə qavmih. Biz Nuh'u göndərdik öz qovmuna sarı. Fələbisə fiyhim. Onların aralarında qaldı. Əlfə sənətin illə 50. 1000 ildən 50 il az. Amən. Fəəxəzəhumut tufan. Fırtına, tufan bunları bürüdü. Və hum zalimun. Bunlar zülmkardılar. Bu birinci misrə. Nuh 900 sal dəvət minum. Dəmbədən bər inkar qovməş vifuzud. Mevlana bunu da Nuh surəsinin 5-ci, 6-cı ayələrindən alıbdır ki, orada buyurur. Qalə Rəbbi enni dəavtu qavmən leylən və nəharən. Nuh dedi ki, mənim Tanrım, mən öz qovmumu gecə, günüz dəvət edirəm, çağırırım. Fələm yəzidni duai illə firara. Mənim duam bunlara təhcə qaçmaq gətirir. Mənim səsimi eşidən kimi bunlar qaçırlar. Etdi dəvət Nuh düz 900 il. Xalq dandıqca nəbi yağdırdı dil. Dil yağdırmaq, yəni yalvarmaq. Hiç az گفتن inan واپس کشید. Hiç əndər غار خاموشی خزید. Bu heç deyib dala getdi. Heç sustum. Yox, atdı aya dalıya bircə qədəm. Soyudu işdən ya çatdıqca qəm. Gft az bang و علالای سگان Hiç va gərdəd zirahi karvan. Ban kəlməsi də əlbəttə türküdür. Banlamaqdan tutulubdur, alınıbdır. İtlərin səsi ilə karvan yollarından vaz keçərmi? İt hürüyər, karvan keçər. Dədə babalarımız belə deyib. Karvanın boğmaz yolun it hürməsi o qədər hürüsün ki, ta batsın səsi. یا شب مهتاب از قوقای سگ سست گردد بدر را در seyir tək. Aylı gecə itin hürməsi ilə aylığından əl götürərmi? Ərəbcədə də bir məsəl var, deyir Əl-bədru yəluh vəl-kəlbu yənuh. Eyni bu mənadadır. Ay parıllar, it də havıllar. Məhfişanəd nuru səg uğu konər. Hər kəsi bər xilqət xud mitənəd. Ay ışıllar, it havıllar. Kimsə də öz işini görər. Calayar ay nurunu itlər hürər. Çıxarından hər yaranmış pay verər xilqətindən. Dədə baba sözlərimizdə buna oxşar məsələlər çox var. İt dəvəyə hürüyər, dəvə onu saymaz. Bütün bu sözlərdə Mevlana nə deyir? Mevlana bu sözlərdə deyir, Ovliya, pirlər, abdallar, vəlilər, ey Husamuddin, sən düz yoluğu getməlisən.
Haqqa qarşı çıxan adamların bağırmağı itlərin hürməsinə oxşar. Pirlər öz yollarını ay kimi süzməlidirlər, karvan kimi getməlidirlər. Hər kəs ira xidmət idadı qəza, در خور آن گوهرش در ابتلا. Allahın qəzası hər kimə bir vəzifə yaraldıb. Vəzifəni dolu düzgün yerinə gətirmək, onları içində olan dürrü mərcanı bizə tanıtdırır. Məgər Əli Həzrətləri buyurmamışdılar ki, fi təqallubil əhval tu'rafu cəvahirur rical. Bu adamların cəvhərəsi ruzigarın aşağı yuxarı olmasından üzə çıxar. Çünki sirkegi əfzun konad, pəs şəkər ra vacib əfzuni بود. Sirkə sirkəliyini çoxatsa, vəlilər, pirlər, bunlar şəkərlərini çoxatmalıdırlar. Onlar inat eşənlərlə şəkərlərini, ballarını çoxatmalıdırlar. Sirkədəki daim artır sirkəlik, pəs şəkər olsun gərəkdir üstəlik. قوم بر وی سرکه ها می ریختند، نوح از دریا فزون می ریخت قند. Nuh'a qovmu tarix boyu acılıq tökürdülər, Nuh da illər boyu dəryadan, dənizdən bunlara rəhmət tökürdü. Qovm daim yağdırırdı qaşqabaq, Nuh'u da dərya edirdi bal sayaq. Sağ olasız, gələn görüşə qədər.